Aşağıdakı cümlələrin birində həm kəmiyyətə görə uzlaşma, həm də qrammatik norma pozulmuşdur. Deməli, itlər gecədən hürüşürdü. İtlər mübtəda cəmdədir, hürüşürdü təkdədir. Kəmiyyətə görə uzlaşma pozulub. Lakin qrammatik norma olaraq heyvan anlayış bildirəndə xəbərin təkdə olması normaldır deyə şərtin biri ödənib, digəri ödənməyib. Həmin gün şəhərdə cavanların əlində bayraqlar dalğalanırdı. Bayraqlar cəmdə mübtədadır. Dalğalanırdı xəbərdə təkdədir. Yəni kəmiyyətə görə uzlaşma pozulub. Yəni bu şərti ödəyir. Digər tərəfdən cansız əşya mübtəda olaraq təkdə cəmdə olsa da xəbər mütləq təkdə olmalıdır. Bu şərt ödənilməyib. Yəni daha doğrusu qrammatik norma pozulmayıb deyə şərtimizi ödəmir deyə onu götürməyəcəyik. Toylar başladılar, uşaqlar sevindilər, süfrələr quruldular, kabablar çəkildilər. Burada indi baxdığımız zaman başladı nə? Toylar. Yəni cəmdədir, bu da cəmdədir. Yəni baxırıq ki, kəmiyyətə görə uzlaşma pozulmayıb. Yəni şərti ödəmir. Uşaqlar sevindilər tərəfi norma pozuntusu olmasa da toylar başladılar, süfrələr quruldular, kabablar çəkildilər. Bu normanı pozur. Bu tərəf ödəyir. Yəni qismən ödəyir. Yəni tam olaraq ödəmir. Ona görə biz bunu da cavab kimi götürə bilmərik. İşçilərin çoxu maşın keçməsini dörd gözlə gözləyirdilər. İşçilərin çoxu mübtədadır, təkdədir. Təkdədir mübtəda. Xəbər gözləyirdilər, bu cəmdədir. Kəmiyyətə görə uzlaşma pozuldu. Çünki mübtəda çoxluq anlayış bildirsə belə qrammatik cəhətdən təkdə hesab olunur. Və xəbər də təkdə olmalıdır. Lakin burada bu şərt ödənmir. Deməli, həm kəmiyyətə görə pozulub, həm də mübtədanın bu formada uzlaşmağı doğru deyil. Norma pozuntusu var. Deməli, iki şərtin ikisini də ödəyir. Onlar müəllimdən sual gizlətməyən şagirddirlər. Burada da yenə ki, həm kəmiyyətə görə uzlaşmada problem yoxdur. Ona görə şərti ödəmir. Düzgün cavab D bəndi olacaq. Hansı sırada bütün sözlərin tələffüz forması düzgündür? Etinasız A uzanmalıydı. Sərgi doğrudur, çökəklik. Burada da xışdırıq olmalıydı. Deməli, bu səhvdir. Karifey düzdür, kürk olmalıydı. Səhvdir, inat olmalıydı. Səhvdir. Fəvvarə doğrudur, paraşüt doğrudur. Şərtləşmək olmalıydı. Bu yanlışdır. Ayaqaltı ğı olmalıydı. Səhvdir. Qumbara doğrudur. Protokol olmalıydı. Ağlaşmalıydı. Bu da səhvdir. Neftçi düzdür. Pencək düzdür. Əyinbaş düzdür. Burada n mılaşmır. Düzgün cavab Y bəndə olacaq. Tamamlığın əlavəsi işlənmiş cümləni müəyyən edin. Hikməti zavod direktorunu görəndə bayaqdan düşündüyü sözləri xatırladı. Nə etdi? Xatırladı. Nə zaman xatırladı? Zavod direktorunu, yəni Hikməti görəndə. Burada diqqət edəcəyimiz məsələ nədir? Hikməti təsiri halda olsa da görəndə feili bağlamasına aiddir. Söz birləşməsinin aslı tərəfinin əlavəsi var. İndi hamı həmin məsələyə, istehsal prosesinə fikir verirdi. Nəyə? Məsələyə. Nəyə? İstehsal prosesinə. Bu da onun əlavəsidir. Düzgün cavab B olacaq. Bir qədər sonra artıq dəstə dağın ətəyində, səngərlərin yanında idi. Harada idi? Dağın ətəyində idi. Xəbərin əlavəsi işlənib. Bura hər yay gəldiyim kənd babamın doğma kəndidir. Hara babamın doğma kəndidir? Bura. Mübtədadır. Həmin şəhərdə, Balakəndə o vaxt xeyli yaşamışıq. Harada, şəhərdə. Bu da zərfliyin əlavəsidir. Düzgün cavab B bəndə olacaq. Cümlələrdən hansında təyin söz birləşməsi ilə ifadə olunmuşdur? Keçdiyin bütün yollar qəlbimdən keçib gedir. Keçdiyin bir təyindir. Bütün sözü ayrıca təyindir. Yəni söz birləşməsi yoxdur. Yaşadığı maraqlı hadisələri yazar, hekayələşdirərdi. Yaşadığı hadisələri, burada da feil sifətdir. Sənin mənə göndərdiyin şeirlər çox böyük məna daşıyır. Nə? Şeirlər. Hansı şeirlər? Sənin mənə göndərdiyin feil sifət tərkibi söz birləşməsidir. Şərtimizi ödəyir. İdarənin rəhbəri dünənki görüşdə əsas məsələləri oradakılara çatdırmışdı.
İdarənin rəhbəri kim? Dünənki görüş, dünənki hansı təyin olan budur. Əsas məsələ, əsas təyindir. Və burada görür ki, söz birləşməsindən ifadə olunan təyin yoxdur. Əməkdar incəsənət xadimi öz çıxışını ən sevilən mahnısı ilə yekunlaşdırdı. Burada təyin olan seviləndir. Əməkdar incəsənət xadimi də mübtədadır. Yenə təyin söz birləşməsi olmayıb. Demək, düzgün cavab C bəndi olacaq. Səbəb zərfliyi feili birləşmə ilə ifadə olunan cümləni müəyyən edin. Keçmiş hadisələri xatırlayıb bir qədər qəhərləndi. Qəhərlənməyinin səbəbi nədir? Hadisələri xatırlaması, keçmiş hadisələri, bütövlükdə keçmiş hadisələri xatırlaması. Feili bağlama tərkibi, feili birləşmədir, səbəb zərfliyidir, doğrudur. Gecikdiyi üçün idarənin içərisinə daxil ola bilmədi. Gecikdiyi üçün birləşmə deyil. İndi körpə soyuqdan titrəyirdi. Soyuqdan sözü səbəb zərflidir, birləşmə deyil. Həyətdən qəribə səs eşidildi. Səməndər diksinib yuxudan ayıldı. Burada diksinib feili bağlamadır. Ümumiyyətlə tərkib yaratmayıbdır, tərz bildirir. Kitabının işıq üzü görməsi onu hədsiz dərəcədə sevindirmişdi. Burada da səbəb məzmunu bildirən söz yoxdur. Deməli, düzgün cavab A bəndi olacaq. Aşağıdakılardan hansı söz birləşməsi deyil? Danışa bilən, bu mürəkkəb feildir. Mürəkkəb feil. Pəncərənin qarşısındakı söz birləşməsidir. Dünənki hadisə söz birləşməsidir. Hamı üçün çalışanda söz birləşməsidir. Həyatın şirin anları, bu da söz birləşməsidir. Deməli, düzgün cavab A bəndi olacaq. Şəhər idarəsindən gələnlər alqı-satqı vərəqələrini, hesabat kağızlarını, idarələr arası yazışmaları diqqətlə yoxlayırdılar cümləsində işlənən həmcins üzlərə aşağıdakılardan hansı ümumiləşdirici söz kimi əlavə edilə bilər? Deməli, bura baxdığımız zaman nəyi alqı-satqı vərəqələrini, nəyi hesabat kağızlarını, nəyi idarələr arası yazışmaları, idarələr arası təyindir, nəyi yazışmaları tamamlıq. Deməli, yazışmaları, hesabat kağızlarını, bir də alqı-satqı vərəqələrini. Həmciz tamamlıqlar. Bunlara biz məktub deyə bilərikmi? Xeyr, çünki hamısı məktub deyil. Dövlət sənədləri, bu dövlət sənədi deyil, çünki idarənin sənədidir. Bütün sənədləri deyə bilərik, işçiləri deyəmirik, işçi müraciətlərini bunu da deyə bilmirik. Yəni, bütün sənədləri daha uyğun gəlir və düzgün cavab C bəndi olacaq. Cümlələrdən hansında köməkçinin hissəsi işlənməmişdir? Direktor müavini ilə müəllimlərin görüşü çox səmimi keçdi. Burada ilə köməkçinin hissəsidir. Şəhərdəki yeni tikililər keyfiyyətlə tikilməkdədir. Keyfiyyətlədəkilər zərf düzəldən leksi şəkilçidir. Burada köməkçinin hissəsi yoxdur. Heç kəs bilmirdi ki, o indi harada yaşayır ki, bağlayıcıdır. Bizim onunla danışacağımız heç nə yoxdur. Onun ilə qoşma işlənibdir. Birdən qapı döyüldü və açılan qapıdan Zeynəb içəri boylanaraq atasını soruşdu. Burada da köməkçinin hissəsi işlənir. Düzgün cavab B bəndidir. Hansı cümlədə suala cavab verməyən iki cümlə üzvü işlənmişdir? Deməli, diqqət edəcəyimiz məsələ nədir? Suala cavab verməyən cümlə üzvü bir sual əvəzliyi ilə ifadə olunanlardır. Bir də var, yox, lazım, gərək, bəs, mümkün tipli sözlərdir. Gördüyün işlər haqqında pis danışanlar da vardı. Burada vardı xəbərdə. Başqa suala cavab verməyən üzv yoxdur. Deməli, bu deyil. Bilmədi ki, o gülü kim üzəcək? Burada kim mübtəda olaraq suala cavab vermir, başqa bir suala cavab verməyən üzv yoxdur. İndi şəhərdə həmin maşınlardan tapmaq mümkündür. Burada bir dənə mümkündür uyğun gəlir şərtə. Mənə lazım olan bu kitabdan kimdə var? Var. Kimdə də tamamlıqdır. Deməli, iki cümlə üzvü var ki, burada suala cavab vermir. Elə şərtimiz ödəyən budur. Hansı bəstəkar belə gözəl əsər yaza bilər? Burada da hansı təyin sözü. Təyin, daha doğrusu.
Təyin cümlədə sualı cavab vermir. Burada da bir üzv var. Ona görə düzgün cavab D bəndi olacaq. Hamı bilir ki, kəndlərdə, şəhərlərdə, rayon mərkəzlərində xeyli işlər görülür. Cümləsinin təhlili ilə bağlı səhvi müəyyən edin. Deməli, görülür, nə görülür? İşlər, nə qədər işlər? Xeyli işlər. Harada? Rayon mərkəzlərində, harada? Şəhərlərdə, harada? Kəndlərdə. Bilir, kim bilir? Hamı bilir. Həmci üzvlər isimlə ifadə olunub. Baxırıq, kəndlərdə isimlə ifadə olunub, doğrudur. Şəhərlərdə isimlə ifadə olunub, doğrudur. Rayon mərkəzlərində söz birləşməsinin ifadə olunub. Deməli, bu yanlışdır. Bütün cümlə üzvləri işlənməmişdir. Baxırıq, təyin mübtəda, zərflik və xəbər var. Tamamlıq yoxdur. Deməli, doğrudur. Təyin sayla ifadə olunmuşdur. Xeyli sözü sayla ifadə olunur. Mübtəda və xəbər həmcins deyil. Hamı bilir. İşlər görülür. Bəli, ayrı-ayrı cümlələrdir. Nümunədə köməkçi hissələrindən yalnız tabelik bağlayıcısı işlənmişdir. Burada ki tabelik bağlayıcısını görürük. Bu da doğrudur. Deməli, yanlış olan cavab A bəndi olacaq. Mətnin məzmununa əsasən yanlış fikri müəyyən edin. Mehman universitetdə göstərdiyi nəticələrlə professorun rəğbətini qazanmışdı. Bəli, doğru fikirdir. Respublika prokuroru Mehmanı elmi fəaliyyətdən uzaqlaşdırmaq niyyətində idi. Xeyr, əksinə istəyirdi ki, o elmi fəaliyyətinə davam eləsin. Mehman özünü xalqına borclu hesab edir. Bəli, onun nitqində qeyd olunur. Prokuror əvvəlcə Mehmanı Bakıya yaxın rayonlardan birinə təyin etmək istəyir. Bəli, onu da səbəb bu idi ki, istəyirdi ki, yaxına təyin eləsin, elmi işlə də məşğul olmaq üçün zaman tapa bilsin. Mehman nəzəri biliklərini praktikada, canlı həyatda tətbiq etməyə üstünlük verir. Bu da doğru fikirdir. Deməli, yanlış cavab B bəndi olacaq. Mətndə altına xətt çəkilmiş cümlə ilə prokuror hansı fikri ifadə etmək istəyir? Altına xətt çəkilmiş cümlə elm, təcrübənin fənəridir cümləsidir. Yəni, burada da elmin önəmli olması, təcrübə üçün nəzəri biliklərin önəmli olması göstərilir. Elmi biliklərin gələcək iş fəaliyyətində yol göstərici olduğunu deyə bilərik. Təcrübəsiz elmin heç bir əhəmiyyət kəsb etmədiyini, xeyr, belə bir məzmun yoxdur. Mehmanın təcrübəsinin elmi biliklərdən daha üstün olduğu, xeyr. Rayonlarda işləmək üçün elmi dərəcənin vacibliyi bu məzmunda yoxdur. Professor Məlikzadənin dərslərinin iş həyatında yetərsiz olacağını, xeyr. Və düzgün cavab A bəndi olacaq. Mətnin məzmunu və tərkib hissələri arasında əlaqəyə əsasən doğru fikri müəyyən edin. Giriş hissədə prokuror və Mehman arasında dialoq öz əksini tapar. Yəni, bu yanlış fikirdir. Çünki mətnin giriş hissəsində biz onlar arasında olan dialoqu görmürük. Bu, əsas hissədə baş verir. Əsas hissədə Mehmanın elmi fəaliyyətlə bağlı gələcək planları təsvir olunur. Xeyr, elmi fəaliyyətlə yox, onun iş həyatı ilə bağlı gələcək planları təsvir olunur. Mətnin nəticə hissəsi qəhrəmanın qətiyyətli addımının müəllif tərəfindən qiymətləndirilməsidir. Buna biz doğrudur deyəcəyik. Çünki orada qeyd olunur ki, Mehmanın bu sarsılmaz qətiyyəti onun böyük həyat yolunda atdığı ilk ciddi və şərəfli addım idi. Yəni, onun ciddi addım olması, eyni zamanda müəllif onu şərəfli addım kimi qeyd eləməsi, onu qiymətləndirməsi hesab olunur. Doğrudur. Prokurorun telefonda professorla danışması mətnin giriş hissəsinə aiddir. Xeyr, əsas hissədə baş verir. Mətndəki hadisələr prokurorun Mehmana qarşı olan mənfi münasibətin üzərində qurulub. Xeyr, prokuror Mehmana müsbət münasibət bəsləyir. Onun hətta elmi fəaliyyətdə davam eləməsini istəyirdi. Bu da yanlışdır. Düzgün cavab C bəndi olacaq. Mətnin üslubu xüsusiyyətləri ilə bağlı yanlış fikri müəyyən edin. Deməli, mətn bədii üslubdadır və bunun əsasında gedəcəyik. Mətndə istifadə edilən frazeoloji ifadələr bədiliyi artırır, doğrudur. Dialoqlarda obrazların daxili aləmi və xarakteri üzə çıxır, bu da doğrudur. Mətndə obrazlıq və emosionallıq ön plandadır, bu da bədii üslub üçün əsas xüsusiyyətdir. Nəzəriyyətçi hüquqşünas, elmi iş kimi ifadələr mətni tamamilə elmi üsluba tabedir, xeyr. Yəni, müəyyən mənada o nitqdə istifadə olunsa belə, bu bədii əsərin tərkib hissəsidir.
Ona görə bunu biz bütövlükdə bədii üslub sayacağıq. Elmi üslub qəti şəkildə deyə bilmərik. Mətnin dili xalq dilinə yaxındır. Bu da doğru fikirdir. Və düzgün cavab D bəndi olacaq. Mətndə çərçivə daxilində verilmiş söz əsasən doğru olan bəndi müəyyən edin. İfadənin mətndəki mənası, deməli, söhbət qızarmaq sözündən gedir. Mehman bu yüksək qiymət qarşısında qızarsa da, daxili bir qətiyyətlə cavab verdi. Yəni, bu ifadə mətndə məcazi mənada işlənibdir. Ona görə məcazi məna ifadə işlənənləri yadımızda saxlayaq, digərlərini biz çıxırıq. Həqiqi mənada işlənən hissələri çıxırıq. Yəni, aynı C-ni çıxırıq. B, D, I arasında qalırıq. İfadənin mətndəki mənasına uyğun başqa cümlədə işlədilməsi, yəni məcazi mənada başqa cümlədə işlənməsinə baxacağıq. Dəmir ocaqda qızarırdı. Buradakı dəmirin qızarmağı həqiqi mənadadır. Ona görə bu getdi. Çöllərdə qızararkən şehli moruq kolları, ha getdimsə uzandı qədim Şirvan yolları. Yəni, kolların, moruq kollarının qızarmağı deyərkən onların moruqların qızarmağından söhbət gedir. Bu da həqiqi mənadadır. Müəllimin onu təriflədiyini eşidəndə qızardı və başını aşağı saldı və mətndəki mənasında burada da utanmaq mənasındadır. Bu da önəmlidir. Və ona görə düzgün cavab Y bəndi olacaq. Mətndəki mehman obrazına əsasən cədvəli tamamlayın. Mehman üçün xarakteri xüsusiyyət, bir də onun əsaslandırması istənilir. Təvazökar deyə bilərik. Təvazökar. Təvazökarlığı harada deyə bilərik? Orada professora qarşı dediyi bir məsələ var idi. Orada professor onu yüksək qiymətləndirəndə neyniyir? Özünü adi bir məzun adlandırır. Özünü adi bir məzun adlandırır. Sonra qətiyyətlidir deyə bilərik. Qətiyyətli. Nəyə görə qətiyyətlidir? Yəni, öz istəyinin reallaşması üçün sona qədər mübarizə aparır. Vətənpərvər deyə bilərik, məsuliyyətlidir deyə bilərik. Yəni, müxtəlif xarakter xüsusiyyətləri də yazıla bilər və ona əsasən onların əsaslandırılması lazımdır. Mətnə əsasən cədvəli tamamlayın. Səbəb nəticə cədvəli verilibdir. Nəticələr qeyd olunub, biz səbəbləri tapacağıq. Mehman fərdi rahatlığını yox, çətin rayonda xidmət etməyi seçir. Səbəb nə idi? Vətən qarşısında hədsiz dərəcədə borclu hesab edir. Vətən qarşısında hədsiz dərəcədə borclu hesab edir. Yəni, özünü vətən qarşısında hesab edir. Bunu da yaza bilərdik. Məzuniyyətdən qayıdan gənc mütəxəssislər Respublika prokurorunun otağından çıxandan sonra deyinirdilər. Orada qeyd olunur ki, bəziləri yeni təyinatdan narazı olurlar. Deməli, ona görə nə deyirik? Yeni təyinatdan narazı olurlar. Mətnin tərkib hissələrinə əsasən plan tərtib edin deyilir. Yəni, şərt budur. Tərkib hissələri əsasən plandan söhbət gedirsə, deməli, tərkib hissə mütləq şəkildə ayrıca qeyd olunmalıdır. Yəni, bu nə deməkdir? Yəni, giriş yazılmalıdır, əsas hissə yazılmalıdır, nəticə yazılmalıdır. Buna da plan tərtib edilirsə, hər birinə ən azı bir maddə belə yazsaq kifayət edilir, kifayət edər. Buna təyinat günü deyə bilərik, təyinat günü, çünki giriş hissədə bundan danışılır. Əsas hissədə gözlənilməz təklif deyə bilərik. Mehmanın təklifi gözlənilmirdi. Son hissəyə də nə deyə bilərik? Böyük yolun başlanğıcı deyə bilərik.
və yaxud da ki, qətiyyətli addım da deyə bilərik və s. Bu formada hər bir hissə qeyd olunub, qarşısında da ona uyğun plan maddəsi yazılmalıdır. Elm insanın ağlıdırsa, təcrübə onun gözüdür atalar sözünü Mehmanla əlaqələndirib fikirlərinizi yazın. Deməli, burada hansı məsələyə diqqət edəcəyik? Mehmanın bir elmli, savadlı bir kadr olması, eyni zamanda təcrübənin də Mehman üçün önəmli, dəyərli bir məqam olması. Buna diqqət etmək lazımdır. Orada bu formada qeyd oluna bilər. Uzun olacağına görə şifahi şəkildə qeyd edirəm. Mehman üçün elm bir bünövrə idisə, təcrübə həmin bünövrə üzərində qurulan binanın özüdür. O, dörd divar arasında qalıb kör-körənə nəzəriyyə ilə məşğul olmaqdansa, real həyata atılıb, yəni hadisələrin mərkəzinə gedib, həqiqətləri öz gözü ilə görməyi və ədaləti bərpa etməyi özü üçün əsas məqsəd hesab edir. Yəni, buna görə də o nəzəriyyə məsələsini real həyatda tətbiq edir və hər ikisinin də bərabər olmağını, hər ikisinə də bərabər qiymət verilməsini önə çıxardır. Başqa şəkildə biz orada mətndə görürük ki, o nəzəriyyəçiliklə məşğul olmağına o özü müsbət yanaşmır. Real həyata atılaraq, real hadisə yerlərində olaraq o nəzər öyrəndiklərini, nəzəri biliklərini orada tətbiq eləmək istəyir. Bu formada qeyd eləyə bilərik. Mətndə qarşısına nömrələr qoyulmuş sözləri obrazlı ifadələrlə əvəz edin. Deməli, nömrələr qoyulmuş ifadələr hansıdır buna baxaq. Birisi qurtarmışdır, o birisi də yoxlamaq sözüdür. Qurtarmışdır sözünə yaza bilərik. Başa çatmışdır. Yoxlamaq sözü də sınaqdan çıxarmaq. Çünki məcazi mənadır, sınamaq deyə bilmərik. Sınaqdan çıxarmaq daha uyğundur, ifadə istəyir. Bu ifadələrdən istifadə edə bilərik. Mətnin ümumi məzmununa əsasən hansı fikir yanlışdır? Yeni Kaledoniya nikel ehtiyatlarına görə qlobal bazarda əhəmiyyətli paya malikdir. Bu mətndə qeyd olunan əsas fikirlərdən birisi doğrudur. Yeni Kaledoniya ərazisi turizm cəhətdən əlverişli deyil. Xeyr, əksinə, əsas turizm cəhətdən əlverişlidir. Çünki orada qeyd olunur ki, egzotik bir turizm sadəcə egzotik bir turizm məkanı deyil, həm də yerli xalqın öz müqəddəratını təyin etmək uğrunda apardığı ərsirlik mübarizənin canlı mərkəzidir. Yəni, həm turizm məkanıdır, həm də belə bir mübarizənin canlı məkanıdır. Ona görə B bəndi yanlışdır. 2026-cı il referendumu dekolonizasiya prosesinin bir hissəsidir. Doğrudur. Adanın təbiəti onun bir bioloji gəmi kimi xarakterizə etməyə imkan verir. Yəni, o zaten gəmiyə bənzədilmə məsələsi var. Doğrudur. Bioloji gəmiyə bənzədilir. Ərazidə uzun sürən diplomatik müzakirələr nəticəsində razılaşma əldə olunub. Bəli, biz bunu mətndə görürük. Düzgün cavab B bəndi olacaq. Mətndə hansı fakt adanın bioloji baxımdan niyə bu qədər fərqli olmasını izah edir? Deməli, orada belə bir məsələ var idi ki, milyonlarla il əvvəl başqa sahələrdən, qitələrdən ayrılıb deyə təcrid olunub və ona görə öz tərkibi də digərlərindən fərqlənir. Ona görə də elə həmin cavab burada qeyd olunur, C bəndində qeyd olunur ki, milyonlarla il əvvəl digər qitələrdən ayrılaraq təcrid olunması və onun bioloji baxımdan fərqli olmağını izah edir. Mətnin sonuncu abzasındakı məlumatlara əsasən hansı nəticəni çıxarmaq olar? Yeni Kaledoniya artıq tam müstəqil dövlətdir. Xeyr, hələ ki bu tam dəqiq deyil. 2025-ci il razılaşması ilə bütün iqtisadi problemlər həll olunub. Xeyr. Dekolonizasiya prosesi müasir beynəlxalq hüquqda hələ də aktualdır. Bəli, biz bunu zaten görürük. Çünki bunlar
bu prosesin davam elətdirmək istəyirlərsə, deməli hələ də bu proses aktualdır. 2026-cı il referendumu yalnız iqtisadi məqsədlər daşıyır. Xeyr, burada eyni zamanda xalqın müstəqillik məsələsi var. Kanaq xalqı öz mədəniyyətini tamamilə itirmişdir. Xeyr, öz adət-ənənələrini hələ də davam etdirməkdədir. Ona görə düzgün cavab C bəndi olacaq. Hansı fikir mətndə öz əksini tapmamışdır? Kanaklar adanın qədim sakinləridir və qəbilə quruluşunu saxlayırlar. Bu doğru fikirdir. Çünki elə orada qeyd olunur ki, mətndə də qeyd olunduğu kimi, əhalinin təxminən 40%-ni təşkil edən kanaklar öz mədəniyyətlərini, qəbilə quruluşlarını və torpaq bağlılıqlarını bu gün də qətiyyətlə qoruyurlar. 2026-cı il referendumu adaya geniş muxtariyyət vəd edir. Bəli, geniş muxtariyyətə malik dövlət statusu alması, öz bayrağına, himninə, daxili vətəndaşlıq hüququna sahib olması gözlənilir. Bəli, belə bir vəd var. Yeni Kaledoniya ərazisində nikel ağ qızıl adlandırılır. Bu da doğrudur. Adada yaşayan bütün sakinlər 2024-cü il etirazlarını dəstəkləmişdir. Burada bütün sakinlər məsələsinə diqqət eləmək lazımdır. Çünki qeyd olunur ki, son illərdə, xüsusilə 2024-cü il may ayında seçki hüquqlarının genişləndirilməsi ilə bağlı Parisin atdığı addımlar yerli xalqın ciddi etirazlarına, yəni bütün sakinlər yox, yerli xalq, yəni yerli xalq deyərkən də təbii ki, kanaklar nəzərdə tutulur. Kanaklar da əhalinin 40%-i təşkil edir deyilmişdi. Ona görə hamısını deyə bilmərik. Bu yanlışdır. Arxipelagın təbiəti bioloji müxtəlifliyinə görə əvəz olunmazdır. Bu da mətn boyu danışılan məqamlardan birisidir. Doğrudur. Deməli, düzgün cavab D bəndi olacaq. Mətnin giriş və nəticə hissələri arasında hansı məntiqi əlaqə var? Girişdəki problem sonuncu abzasda öz həllini, yəni yolunu tapır, həll yolunu tapır deyə bilərik. Çünki mətndə orada mübarizələrlə keçən gərgin bir müqəddəratını təyin etmək uğrunda apardığı əsirlik mübarizədən danışılır. Sonuncuda isə artıq 2026-cı il üçün referendumdan və onun vəd edəcəyi deyək, muxtariyyət və s. kimi məqamlardan danışılır deyə bilərik. Girişdəki məlumatlar sonuncu abzazdakı faktları təkzib edir. Xeyr. Hər iki abzazda yalnız adanın bioloji xüsusiyyətlərindən bəhs olunur. Xeyr. Sonuncu abzas girişdəki coğrafi mövqeyin dəyişməsini təsvir edir. Belə bir məqam yoxdur. Girişdə iqtisadiyyatdan, sonda isə yalnız ekologiyadan danışılır. Bu da yanlışdır. Düzgün cavab A bəndi olacaq. Mətndəki məlumatlar əsasında cədvəli tamamlayın. Səbəb-nəticə cədvəli verilib. Adanın milyonlarla il əvvəl digər qitələrdən ayrılması nəticədə endemik bitki və heyvan növlərinin qorunub saxlanması deyə bilərik. Cümlə formasında da ola bilər. 2024-cü ilin mayında regionda gərginliyin pik həddə çatması, bunun səbəbi nə idi? Parisin seçki hüquqlarının genişləndirilməsi ilə bağlı addımları. Bu formada qeyd oluna bilər. Mətndəki məlumatlardan istifadə edərək Yeni Kaledoniyanın nikel ehtiyatları müasir dövrdə aktuallaşmışdır fikrini iki faktla əsaslandırın. Deməli, burada nikelin müasir dövrdə iki məsələdə önəmli olmağı vurğulamaq kifayət edir. Deməli, nə deyə bilərik? Yaşıl enerjiyə keçid dövrü deyə bilərik. Yaşıl enerjiyə keçid dövrünün başlanması.
Bir də bu elektromobil batareyalarının istehsalında nikelin əvəz olunmazlığı. Bunları qeyd edə bilərik. Mətndə qarşısında işarələr qoyulmuş sözlərin qarşılığını qeyd edin. Deməli, işarələr qoyulmuş sözlər hansılardır? 1. Füsunkarlıq sözüdür. Bu, deyə bilərik, valeh edicilik. Deyə bilərik, əfsanəvi gözəllik. İkincisi mürəkkəbdir. Burada mətn daxilində mürəkkəb vəziyyət, yəni burada çətin, qəliz vəziyyətdən söhbət gedir. Çətin, qəliz, hətta ziddiyyətli də deyə bilərik. Sonra suverenlik sözüdür. Suverenlik sözü də müstəqillik deməkdir. Müstəqillik, azadlıq. Qeyd eləyə bilərik. Azadlıq verilmir, alınır. Atalar sözünü mətnlə əlaqələndirərək fikrinizi ən azı 2 cümlə həcmində ifadə edin. Deməli, qeyd eləyə bilərik. Yeni Kaledoniyanın müstəqillik yolu asan olmamışdır. Kanak xalqı öz etirazları və uzun sürən mübarizələri ilə azadlıq hüququnu qazanmış referenduma gedən yolu öz necə deyək, mübarizələri ilə açmışdır deyə bilərik. Yəni burada artıq onlara azadlığın verilməməsi, lakin onlar öz mübarizələri ilə azadlığı əldə etmək yolunu açmaları qeyd olunur və bu şəkildə də fikrimizi yekunlaşdıra bilərik. Üzərində rəqəm yazılmış sözlər əsasında cədvəli tamamlayan. Deməli, üzərində rəqəm yazılmış sözlər hansıdır? Birisi canlıdır. Mətndə canlı sözü nə idi orada? Canlı mərkəz. Mübarizənin canlı mərkəzi. Yəni, burada poetik funksiya daşıyıb. Biz canlı sözünü informativ funksiyada işlədə bilərik. Və nə deyə bilərik? Canlı balıqlar uşaqların böyük marağına səbəb oldu. Akvaryumdakı canlı balıqlar uşaqların marağına səbəb oldu. Sonra digər söz addımlar sözüdür. Parisin atdığı addımlar yerli xalqın ciddi etirazları da qarşılanmışdır. Buradakı addım sözü də poetik funksiya daşıyır. Yəni, addım sözünü biz informativ funksiyada verə bilərik. Məsələn, uşaq ilk addımlarını
atırdı. Daha sonra üçüncü söz, bu da regionda gərginliyi pik həddə çatırmışdır. Regionunda olan gərginlik poetik, yəni məcaz mənalı poetikdir. İnformativ funksiyada işlədə bilərik. İnformativ funksiyada nə deyək? Kəndirin gərginliyi çox idi. Hətta terminoloji funksiyada da işlədə bilərik. Gərginliyi 220 volt olan elektrik cərəyanı bəzi məişət cihazlar üçün lazım olur. Buradakı gərginlik terminoloji funksiyada işlənib.